Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün saat haqqında qısa məlumat vermək istərdim. İnanıram ki, ümidvaram ki, uşaqlar onu başa düşə bilər. Deməli, saatda nələr var? Deməli, bir günümüz bildiyimiz kimi bir sutkamız, yəni 24 saatdır. Bir gün və ya bir sutka deyirək, 24 saatdır. 1 saat 60 dəqiqədir. 1 dəqiqə isə 60 saniyədir. Böyük əqrəb dəqiqəni göstərir. Kiçik əqrəb saatı göstərir. Ən uzun və ya qırmızı əqrəb saniyəni göstərir. Bu saatlardan asılıdır. Saatların bəzilərində var, bəzilərində isə yoxdur. Deməli, qırmızı əqrəb və yaxud ən uzun əqrəb və sürətlə irəliləyən əqrəb. Bunlar saniyəni göstərir. Və yaxud saniyədən kiçik isə biz adətən göz qırpımı deyirək. Buna bir an da deyə bilirik. Saniyədən kiçik ölçü vahdisə, yəni saatda an nəzərdə tutulur. Deməli, burada saat haqqında nəyi demək istədik? Bir günümüz 24 saatda bildiyimiz kimi, o 1-dən 12-yə kimi təkrar bir də davam edir. Yəni 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23 və 24. Günümüz saatların hamısında, yəni 12 rəqəm var, yəni divar saatı və yaxud stolüstü saatlarda. Amma digər saatlarda isə, elektron saatlarda isə rəqəmlər tam olaraq göstərilir. Deməli, burada saat kiçik əqrəb saatı göstərirsə, burada həm də dəqiqələr var. Dəqiqələr nədir? Dəqiqələr birin üstünə gələndə 5 dəqiqə, 2-nin üstünə gələndə 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, 25 dəqiqə. 5-dən 25-ə qədər olan hissədə, yəni saatda, mən burada məsələn bir dənə saat çəkirəm. Kiçik əqrəb məsələn 6-nın 6-ya doğru irəliləyir və böyük əqrəb isə tən yarıda durur. Deməli, tən yarıda durduğuna görə burada da yazmışam. Deməli, 30-un üstündə olanda tən yarı böldüyünə görə burada biz buna deyirək ki, 6-nın yarısıdır. Yəni, burada biraz mən ola bilsin ki, əyri də çəkə bilərəm, fərqli də çəkə bilərəm. Deməli, biz burada nə etməliyik? Saatı tam yadımızda saxlamaq üçün kiçik əqrəbin hansının üstünə doğru irəlilədiyini yadımızda saxlamalıyıq. Məsələn, bu formada saat əqrəbi deyilir. Saat əqrəbi istiqamətdə bu formada gedir. Kiçik əqrəb hansının üzərinə doğru gedirsə, deməli saat həmin rəqəmə doğru gedir. Böyük əqrəb isə dəqiqələri göstərir. Təbii ki, yenə deyirəm, 5-dən 25-ə qədər olan hissəni biz işləyib deyirək. Əgər böyük əqrəb 6-nın üzərindədirsə, yarısı deyirək və 6-dan sonra keçdikdən sonra isə 5-5 geri sayma davam edir. 25 dəqiqə, 20 dəqiqə, 15 dəqiqə, 10 dəqiqə, 5 dəqiqə. Buna da deyirək qalıb. Yəni, böyük əqrəbin 30-dan keçəndən sonra, yəni 7, 8, 9 gəldikdə yenə də deyirəm. 5-5 geri sayırıq. 25, 20, 15, 10, 5 və 12-nin üzərində olanda saatın tamam olur. Məsələn, burada mən bir saat çəkməyə çalışıram. Deməli, buradan nə baş verdi? 3-ün üzərindədir. Kiçik əqrəb, saatı göstərən əqrəb, yəni 3-ün üzərindədir. Böyük əqrəb isə 12-nin üzərindədir. Deməli, burada saat 3-ün tamamı olur. Və yaxud da belə bir saat çəkirəm. Deməli, saat 3-ə doğru gedir və böyük əqrəb isə 7-nin üzərində durur. Yəni 30-dan 5 vahid geri saydaqsa, deməli 25 olur. 25 dəqiqə artıq biz qalıb deyirək. 5, 10, 15, 20, 25 dəqiqədə işləmiş deyirək. 30-un üzərində olanda yarısı deyirək. Yəni 6-nın üzərində olanda yarısı deyirək. 6-dan keçdikdən sonra 25 dəqiqə, 20 dəqiqə, 15 dəqiqə, 10 dəqiqə, 5 dəqiqə qalmış deyirək. Qalıb. Yəni saatın hansı əqrəbin üzərində gedirsə, orada qalıb deyirək.